بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة. هو الرحمن الرحيم. هو الله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن. المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله. سبحان الله عما يشركون. هو الله الخالق البارئ المصور. له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimiz sizi. Kur'an ve şübhələr verilişində yenə də sizin xidmətinizdəyik. İnşallah əziz ruhanimiz Hacı Elnur Xudaverdiyevlə birlikdə siz əzizlərin diqqətinə, xidmətinə lazımlı məsələlər və mətləblər çatdıracaq inşallah. İstərdim əziz hacımız da sizinlə salamlaşsın və mövzumuza davam edək inşallah. Buyurun hacı. Bismillahirrahmanirrahim və bihi nəstəin. Mən də öz tərəfimdən əziz və dəyərli dinləyicilərimizi, izləyicilərimizi salamlayıram inşallah və Allahdan hər birimizə müvəffəqiyyətlər arzulayıram inşallah. İnşallah. Hacı, biz keçən verilişimizdə təbii ki, çox mövzulara işarə elədik. Məxsusən gəlmişdik, o mövzuda dayanmışdıq ki, Qur'an-ı Kərimin başqa kitablarla fərqi və Qur'anı başqa kitablarla müqayisə edib bu mövzuda qalmışdıq ki, Qur'an Həzrəti Adəmi necə təqdim eləyir? Həzrəti Adəmin hadisəsin, əhvalatın necə təqdim edir? Mənim yadıma gəlir, siz mövzunun verilişimizin əvvəlində bir məsələni çox gözəl xatırlatmışdınız əziz izləyicilərimiz və mən özüm belə deyək, sizin bir burada əyləşib eyni mövzunu danışan bir insan kimi oradan çox gözəl məsələlər mənim üçün aydın olmuşdu. Onlardan biri də budur ki, Qur'an nə üçün bəzi məsələləri dönə-dönə xatırladır. Məgər Quranın məqsədi nağıl danışmaqdır? Yox. Quran istəyir ki, biz oradan ibrətlər götürək. Həzrəti Adəm əleyhissalamın hadisəsində bizlər özümüz üçün hansı mesajları, hansı nöqtələri götürə bilər ki, həyatımıza tətbiq eləyə bilər? Quran Həzrəti Adəmin məsələsini necə xatırladır
və başqa kitablar ki, adları səmaviyyatdan, amma səmavidən orada əsər əlaməti yoxdur, çünki dəyişdirilib. Onlar necə? Onlar Adəm əleyhissalamın hadisəsini tamamilə nağıl kimi təqdim edirlər. Quran isə hər bir məsələdə uca Allahı xatırladaraq, uca Allahın böyüklüyünü xatırladaraq, uca Allahımızın yaratdığını öz rəhmətin vurğulayaraq, onların hamısını bir-bir xatırladır. Ki mübarək Əraf surəsində Allahımız, mehriban Allahımız Adəmin məsələsini belə xatırladır. Fəvəsvəsə ləhumə-şeytan liyubdiyə ləhuma ma vuriyə ənhuma min səvatihima. Deyir, şeytan gəldi, onları neynədi? Vəsvəsə elədi. Ki, ta bunların paltarların əyinlərindən soyundursun, bunları rüsvay eləsin. Məqsədi bu idi. Gəldi, sual verdi və qalə ma nəhakuma rabbukuma an hazihi şəcərə. Niyə Allahu sizi hər şeydən yeməyə icazə verib, bu ağacdan verməyib? İlla ən təkuna mələkəyn. Ya mələk olasınız, au təkuna minəl xalidin. Ya da ki, əbədi yaşayanlardan olasınız. Həvəsləndi. Bəli. Bu şeytanın sözü idi. Bəli. Yəni bu söz Allah buyurur ki, bu şeytanın sözü idi. Yəni həqiqətdə şeytan bu cürünə danışır. Bəli, bu cür danışıb. Amma Tövratda, İncildə necə olur? Deyir ki, həqiqətən də şeytan o sözü dedi, onlar yedilər, gördülər ki, əl-yaz billah, əstəğfirullah. Şeytan düz deyirmiş, Allah bizi alladırmış. Bəli, bizi alladırmış. Burada həqiqətən də çox maraqlı. Biz mən istəmirəm təkrar olsun, çalışacaq ki, inşallah mən qısa surətdə özət eləyim. Bütün bu deyilənlərdən, keçənki bəhslərimizdən və indiki dediklərimizin ümumi nəticəsi budur. Bəli. Burada bir şeytan var, bir Adəm Həvva var, bir dünya var. Təbiidir, Quranın baxışı, Tövrat, İncilin baxışı. Biz qarşılıqlı olaraq bunu bəhslərimizdə buna işarə elədik ki, dünya və yaxud insan Tövratda, İncildə lənət olunmuş kimi göstərildi. Burada lənət olunmuş bir dənə olası varsa, o da şeytandır. O da tərifləndi. Doğru bir danışan, düzgün danışan kimi göstərildi. Burada bütün bu aləmin yaradıcısı ki, onun sifətlərini siz necə gözəl surətdə çatdırdınız Quranın ayəsi ilə. Məsələn, Allah özünü tanıtdırır. Mən buyam, yaradan mənəm, gözəlliyi verən mənəm, bütün gözəllikləri məndə, Ərhəmən Rahimin mənəm. O Allah necə də yalançı formasında danışılır. Bütün bu deyilənlərdən və ayələrdən çıxan son nəticə budur. Onların kitabı ilə bizim kitablarımızda fərq. Şeytan onların kitabında düzgün danışan kimi göstərildi, yaradanımız yalançı kimi göstərildi. İkinci fərq insan Allahın rəqibi kimi göstərildi. Onların kitabında. Bizim kitabımızda isə Allahın yer üzündə xəlifəsi kimi göstərildi. Onların kitabında insan Allahın rəhmətindən əbədi olaraq, yəni qiyamətə qədər məhrum olunmuş, lənət olunmuş yer, lənət olunmuş belə deyək insanlar. Amma Quranda necə? Bəqərə surəsinin 30-cu ayəsində buyurur: "Fə imma ya'tiyannakum minni hudan faman tabi'a hudaya fala xawfun alayhim və lahum yahzanun." Quran buyurur ki, hər kəs Adəm mənim hidayətimdən tabe oldu və mənim rəhmətim ondan əsirgəmədim. Hər kəs ta qiyamətə qədər bu insanlar üçün bir mesajdır. İnsanlar heç bir zaman Allahın rəhmətindən məyus olmuyor. Əgər siz Allahın hidayətinin dalıcan düşsəniz, Allahın heç bir zaman hidayətinin dalıcan düşənlərə nə qorxu var, nə hüzün var, nə çətinlik var. Yəni Allahın rəhmət qapısı həmişə bizlərin üzümüzə açıqdır. Amma orada necə? Lənət olunmuş yer, lənət olunmuş insanlar, gör nə qədər fərq var. Hətta orada Əhd-i Ətiqdə belə bir epizod var. Yazırlar ki, elə ki Allah Taala Adəmi qovdu, Havva ilə qovdu. Onlar gəldilər dünyada, yığışdılar. Şən'ar, təqribən Şən'ardır, təqribən belə bir məntəqiyə. İndiki dillə düzü İraq. İraqın özündə bir yer var, oraya yığışdılar. Orada Fərat çayı ilə, Dəclə çayı ilə Fərat çayının arasında bir yerdir.
Və orada Babul ki deyirlər, Babil. Babil başladılar onu tikməyə. Tikməyə bə. Və onların kitabında deyir ki, onların bir dili var idi. Hamı bir-birinin dilin başa düşür. Hamı bir-birinin dilin başa düşürdü. Və hamı bir-birindən də mehriban idilər. Və yığışdılar, belə qərarlaşdırdılar ki, biz burada filan torpaqdan, filan hissələrdən istifadə edək, böyük bir, gözəl bir, möhkəm bir şəhər tikək. Və deyir, Allah bir yandan baxdı, gördü ki, bunlar bir-birinin dili ilə, bir-birinə gözəl yola gedirlər, bir-birinə də mehribandırlar, bunlar birləşəcəklər. Çox böyük işlər görəcəklər, mənə rəqib olacaqlar. Mənə rəqib olacaqlar. Baxın, Allah necə ağacsız göstərir. Belə bir şey olmaz. Bunlar birləşəcəklər, bir-birində dili. Deyir, Allah bir iş gördü, onları paramparça elədi. Səbti yarsız sağa getdi, dillərini də unutdular, bir-birinə danışıqlarını da unutdular. Və Allah Teala bu cürünə fərqlilik yaratdı, dillər yaratdı. Fərqli-fərqli ki, insanlar bir-birinin dilindən başa düşməsin, ta birləşib mənə rəqib olmasınlar. Necə də Allaha aciz göstərirlər. Hacı, Quran nazil olan bir yer ki, Hicaz bölgəsi idi. Evet. Orada insanların düşüncəsi çox zəif idi Allah haqqında. Evet. Biz oxumuşuq tarix kitablarında. Xurmanı rəbb eləyirdilər, az qalanda da yeyirdilər Allahları. Yaxud taxta. Hər özləri yonduqlarına rəbb deyirdilər. Yaratdı, bizi yaradan deyirdilər. O hətta bir dəfə səhv eləməmsə Əbu Zər idi, gəldi gördü ki, bir nəfər qadındı, dayanıb Kəbənin ətrafında indi Latı, Uzza, o Allahları idi, onlara yalvarır ki, mənə evlad ver. Deyir, Həzrəti Əbu Zər əleyhissalam, doğrudan Əbu Zər böyük şəxsiyyət olub Allah. Onun bizlərə, onun şəfaətindən bizləri məhrum eləməsin. Peyğəmbər buyurdu, Əbu Zər çox düz danışandır, tək yaşayar, tək ölər, tək məhşərə gələr. Əbu Zər gəldi, dedi, bunları evləndir, gör, bunların evladları olacaq, deyir. Həzrət Əbu Zər gəldir, orada deyir. Yəni, Allah mühündə cəmaatı belə. Elə bir mühitdə Quran gəldi ki, bəşəriyyətin uca Allah haqqında düşüncəsi aşağı səviyyədə, ən aşağı səviyyədə olan bəşərin düşüncəsində Allahı elə tanıtdırdı ki, insanlar Allahı necə tanıyırdılar. Həzrəti Əli əleyhissalamın kəlamına adam baxanda görürsən ki, bunlar uca Allahı necə tanıyırlar. Bizim hədislərimizdə var, buyurur, mən ərəfə nəfsə, fəqəd ərəfə rəbbə. Kim özünü tanısa uca Allahın yaxşı tanıyar. Bunları bizə Quran öyrədib. Bəli. Həzrət Əli əleyhissalamın sözündə var, buyurur, Mevlaya ya Mevlay, entəl xəni, ənəl fəqir. Gör, insanın Allahı tanımaq dərəcəsi hansı dərəcəyə gedir, çıxır. Ey mənim Allahım, sənsən imkanlı, mənəm fəqir. Mevlaya ya Mevlay, entəl qəvi, ənəz zəif. Ey mənim Allahım, sənsən qüdrətli, zəif mənəm, mən kiməm ki? Yəni, Həzrət Əli əleyhissalam ki, doğrudan biz uşaqlıqdan bu fikirdə böyümüş ki, güc deyəndə, yəni Həzrəti Əli əleyhissalam. Mevlaya ya Mevlay, entəl alimu ənəl cahil. Ey mənim Allahım, sənsən alim. Əleyhissalam nə buyurur? Buyurur ki, Peyğəmbər mənə elmdən 1000 qapı açdı və hər qapıdan da 1000 qapı açılır. Ənə mədinətul elmi və əliyyum babuha. Elə bir cəmiyyətdə Quran gəldi, insanlara uca Allahı elə tanıtdırdı ki, ən yüksək elm desin o Allahdadır. Var dövlət desin o Allahdadır. Hər nə desin, şəfa desin o Allahdadır. Quran gəldi, belə tanıtdırdı. Amma başqa kitablar necə tanıtdırır? Allaha aciz kimi, insandan qorxan kimi ki, siz onun nümunələrini qeyd elədiniz. Sonda gəlir, orada təəssüf eləməli məqamlardan da biri insanın, məsələn, siz Həzrət Əli əleyhissalamın məqamı fəziləti barəsində işarə verirsiniz. Nəinki Əli, İslam Peyğəmbəri və tarixin dahi, neçə dahi şəxsiyyətləri var. Bütün dahi şəxsiyyətlərin həyatına baxsaq, kimlər ki, Quranla, Quran əxlaqı ilə birləşib, öz əxlaqına, Quranla zinət verib, gözəllik verib. Sibğətəllah, Quranda belə bir ayə var. Allah rənginə qatılanır, Allah rənginə bölünür. Kimlər ki, Allah rənginə bölünüb, Quranın rənginə bölünüb, dünyada hansı məqama çatıblar? İnsandır. Amma yəni insan Allah göstərmək istəyir ki, insan, sən o gün Tovrata nəzər salsaq, necə ki dediklərimizdə insana təhqir olunmuş, lənət olunmuş biri kimi göstərir. Amma Quranın baxışına bax indi. Quran nə deyir? Quran bax. Əvvələn Allah Teala deyir ki, "Ma mənəəkə ən təscudə lima xalaqtu biyədəy."
şeytan səni nə vadar elədi? Öz əlimlə cəhdiyim, yaratdığım bir varlığa səcdə eləmədim. Bunu hamı bilir ki, uca Allah əl təsəvvür eləməkdə, yəni Məcazi mənada. Məcazi Söhbət burada mənada. məcazi. Yəni Allah o işin əzəmətini göstərməsi. Mən bunu öz əlimlə düzəltmişəm. Yəni qiymətli bir şeydir də. Seyid, məsələn bir-birimizə qonaq gedəndə, məsələn, laf sevimli, siz mənə inşallah bir gün qonaq gələndə. İnşallah, inşallah. Təbii mən Vaxtını onu qeyd eləyin hökmət. fakt da beləncədir ya. Məsələn, mənim xüsusi qəlb məhəbbətli qonaqlarım olanda, məsələn, biraz əlim yaxşıdır da, müəyyən qidalarda öz əlimlə, məsələn, müəyyən salatlardır, bacardığım, qəşəng bacardığım salatlardır, yeməklərdir, hazırlayıram öz əlimlə və o gələndə də ona deyirəm. Deyirəm ki, bunu özüm bişirmişəm, ha sənin üçün. Bu nəyi göstərir? Dəyəri. Dəyəri göstərir, qiyməti göstərir. İnsan. Allah da onu şeytanın timsalında bizlərə, bütün bəşəriyyətə çatdırır ki, insan, sən elə bir varlıqsan ki, mən ona bir dənə kun fəyəkun deyib səni yaratmamışam. O öz yerində. Söz yox, dünyanı kun fəyəkun dedim, yaratdım. Günəşi bir dənə dedim, oldu. Aylar, ulduzlar, hər nə təbiətdə varsa. Amma sən, yox, səni mən yoğurmuşam. Səni mən nələrdən yaratmışam. Ondan ikinci ayədə nə deyirsə? Bir də üzr istəyirəm sözü kəsəm. Doğrudan bu ayənin şübhələrə cavab olaraq olması bir hissə tərəfə, bunun haqqında danışılmalı məsələlər bir tərəfə. Allah ki bizə bu qədər dəyər verib, heç doğrudan yaraşar ki, bu cür dəyər verdi ki, belə varlıq gələ o Allaha saymamazlıq ediyə. İnsan öz dəyərin bəzən bir də görürsən itirir. Həzrət İmam Hüseyin əleyhissalamın hədisi var. Buyurur ki, insan sənin dəyərin ən aşağı yeri, bazardan gedib nə sarsan, deyirsən bunun ən ölü yeri nədir? Deyir insan sənin dəyərin ən ölü yeri cənnətdir. Da özü cənnətdən də o şeylərə satma. Doğrudan Allah bizə bu cür dəyər verir ki, bizi öz əli ilə belə becərdib dünyaya gətirir. Əslində insanın özünə çatdır. Bizlərə çatdır ki, insan özü dəyərsiz bilmə. Nə də ki, insan özünün bir sürü çox mənalar var. Seyid burada bu ayənin üstündə dayanmağa. Mövzumuz odur. Məsələn, indi bizlər öz dəyərimizi, məsələn, Allah deyən kimi bilirsik. Biz hər hansı bir əski bir şeyin qabağında insan gedib özünü sındırmaz, əskilməz, bəli. İnsan Allahı qoyub, gedib kimsə qabağında əgər nəyəsə görə, hər hansı bir məqama sonra, hər nə dünya malına görə əyilər. Yəni, bilək bu nədir? Mənim onun qarşında əyildiyim dünyada ən mənasız bir şeydir. Amma mən onun qabağında əyilirəm. Yaradan buna görədir. İnsan əyilmə. Bir dənə əyilməli varlıq varsa o da nə? Heç əyildiyi də kiməsə də deməyəcək. Bəli. Fəizə səvvəytuhu və nəfəxtu fihi min ruhi fəqa'u ləhu sacidin. İkinci ayədə deyir ki, mən bunu qarşılıqlı deyim, mən bu ayəni deyim, siz bunu qəşəng şərh verirsiniz. Fəizə səvvəytuhu və nəfəxtu fihi min ruhi. Çox böyük bir məna var. Tək istəmirəm mən burada tək danışam. İstəyirəm bu ayəni sessiz qəşəng geniş. Allah öz ruhundan səni yaradandan sonra insan sənə öz ruhumu bilədir. Sad surəsinin 72-ci ayəsidir bu. Sad surəsi 72-ci ayə. İnsanın bu cismimiz ki var, bu elə də bir şey deyil. Torpaqda sürüyüb aradan gedəcək. Bir müddət aradan gedəcək. Əsli məsələ bizim ruhumuzdur. Bəzi insanlar ruh olduğunu qəbul eləsələr, Allah ki hər bir şeyə qadirdir. O ruh bizdə də olan onun bir hissəsidir də. O bizə imkan verəndən sonra biz də hər bir şey əlimizdən gələr. Bəziləri deyirlər ki, necə eləyə bilər Həzrəti Əli əleyhissalam bir şeyi? Necə eləyə bilər Peyğəmbər bir şeyi? İmam Hüseyin necə eləyə bilər? Axı bizim nəyimiz var ondandır. Bəli. Yəni, insanlar bəzən bir də görürsən ki, öldü, getdi. Ay balam, bunun bu cismi ölüb getdi. Ruh ki ölməyib. Bu əsli məsələ də ruhdur. Ruhu insanın əlindən alandan sonra bu ruh necə olur? Yoxa çıxmır ki, bu ruh yenə də qalır da mənim bir hissəmdir. Bəzi insanlar elə bilirsən ki, materialistlər kimi danışırlar. Öldü, getdi, qutardı. Xeyr. Allah öz ruhundan bizə öfürüb. Bunlar doğrudan çox danışılmalı bir məsələlərdir. Yəni, insan üçün böyük bir mesajdır ki, insan, yəni ən uca məqamda mənəm və mən də öz ruhumdan sənə biləmişəm. Gör, doğrudan bizə nə qədər dəyər verir. Yəni, sən
Mənim bir hissəmi Sən daşıyırsan. haralara gedib, məsələn, Nizaminin bir gözəl şeiri var, İslam Peyğəmbərinin Meyracı barəsində deyir, o seyr etməsəydi göylərin üz qatın, sirri açılmazdı bu kainatın. Peyğəmbər bizi kimi insandır. Ənə bəşərun mislukum yuha iləyyə. Bir dənə fərqim sizinlə burasındır. Quran deyir. Deyir, cəmaata deyilən ki, narahat olmasın. Bəzən Peyğəmbərə deyirlər ki, yox, səni Allah xüsusi göndərib. Allah Kəhf surəsinin axırıncı ayəsində ki, qul ənə bəşərun mislukum. Mən də sizə kimi bir insanam. Mən də dədədən, nənədən dünyaya gəlmişəm. Fərqim burasında ki, yuha iləyyə. Bir dənə mənə vəhy nazil olur. Mən də o vəhyi sizə çatdırıram. Hə. İndi mən ki, göylərdə gəzirəm, göylərdə kimlərlə söhbət edirəm, yaradanımla söhbət edirəm. Allah mənə cənnəti, cəhənnəmi, müəyyən məqamları, heç kimin görmədiyi məqamları göstərir. Allahın ərşində gəzirəm. Peyğəmbər bir məqama çatdı ki, Allahın ərşində Cəbrəil dedi ki, yarası bundan belə özün gedəcəksən. Əgər bir qədəm getsəm, qanatlarım qorxuram yana. Yəni Cəbrəilin imkanı olmur. İnsandır. Hansı məqama çatıb Peyğəmbər? Nəyin sayəsində? Hansı bir məqamı? O ruhun təqviyyət vermə. Quran onu deyir ki, denən Peyğəmbərə dedi ki, denən insanlara mən də sizin kimi bir bəşərəm. Yox, haylayı, fərqimiz bir dənə vəhy mənə nazil olur. Hə, o məqama ki çatmışam, onun açarı budur. Fəmən kanə yərcu liqa ərəbbi fəlyəməl əmələn salih. Kim ki istəyirsiniz, məni kimi bu böyük bir məqama çatasınız, o sizlər üçün də o qapı açıqdır. Əməli salih olsun. Əbu Səlman Farsinin haqqında Peyğəmbərimizin belə bir kəlamı var ki, sizin bu sözünüzə qüvvət olaraq bəziləri fikirləşirlər ki, doğrudan da yəni o məqam ki, insan çata bilər, ora elə bil ki, buron olunub da ora heç kim gedə bilməz. Amma Peyğəmbərimiz buyurur Səlman haqqındakı o sahabə, o əzəmətli sahabənin haqqında buyurur ki, mən nə görürəm, Salman görür, nə eşidirəm, Salman eşidir. Bir fərqimiz var ki, mən Peyğəmbərəm, o Peyğəmbərdir. Gör, bu o məqama necə getdi, yetişdi. Həmən, bax, bu əməllərlə sizin oxuduğunuz ayə ki, salih əməlləri yerinə yetirməklə. Təbii ki, Hacı, bu mövzu çox uzundur. Biz burada saxlayarıq inşallah. Bunun davamlı olaraq. Şirin mövzu, çox şirin. Həm bunu danışacağıq və həm də əziz izləyicilərimiz bilsinlər ki, Quran Peyğəmbərlərin şəxsiyyətin, onların məqamını necə qoruyur, Quran onları necə müdafiə edir və başqa kitablar necə onları təhqir edir ki, biz onlara işarə edəcəyik inşallah. Bacardığımız qədər siz əzizlərin bu Quran bilgilərini artırmağa çalışacaq. Sizlərdən də xahişim odur ki, sizləri maraqlandıran suallar və bizim verdiyimiz şərhlər sizə qane etmədikcə onları şərh bölməsində qeyd edin. Uca Allah bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın. Allah amanında gələn verilişlərə dək.